Salam. Bugün sizə çox sevdiyim orkidelerimdən, yəni orxideyalarımdan danışacağım. Daha doğrusu orxideyamdan. Bu bir dənə orxideya idi. Mən bunu mart ayında almışdım. Təsadüfən qarşıma çıxmışdı. Biraz düzdür, üzərində çiçəyi var idi və əlbəttə ki, bu balaca gördüyünüz yarpaqlar kimi deyildi. Böyük yarpaqları vardı. Bildiyimiz orxideya çiçəyi idi. Bir çubuqluydu. Amma tam canlı değildi. Alıb gətirdim evə, ağ rəngdə və çox sevdiyim bir orxideya, mənim ən çox sevdiyim ağdır. Gətirdim evə və mən onun təbii ki qabını dəyişdim, qabını yox, torpağını dəyişdim. Onun altındakı o qubqanı çıxartdım. Bir neçə gün baxdım, bəslədim. Yanından bir dənə də çubuq çıxırdı, amma o qatdalanmışdı, çiçək çubuğu. Onu kəsmədim, dedim eybi yox, görək nə olur. Amma bu hissələri çəkmədiyim üçün əfsuslanıram. Nəysə, uzun sözün qısası. Sonra o çiçək soldu. O çiçək çubuğunu kəsdim, amma yeni çıxan çubuq qaldı. Bir müddət sonra gördüm ki, yeni çıxan çubuğun üzərində bu iki, bu balaca və bu balaca iki dənə onun balası, keykisi deyirlər. Balası başladı yaranmağa. Bir müddət onları bəslədim, suladım, onlar canlanırdı və böyüyün də, böyük də budur. Böyüyün də yekə yarpaqları töküldü və mən biraz qulluq elədim ona. Onun da balaca bir yarpağı çıxmağa başladı. Bu yekələr tamam töküldü. Bunun kökü var. Bunların isə kökü yoxdur. Kökləri də çürümüşdü bunun, böyüyün. Ondan sonra mən bu böyüyə neynədim? Balaları hələ ayırmadım. O aralarda mən bir dənə səhv elədim. Əslində bunu bildirmək istəyirəm. Bunun üçün çəkirəm bu videonu. Mən etdim, siz etməyin. Orxideyaya, orkideya bu səhvi etməyin. O bunu sevmirmiş. Bildiyimiz Türk kofesi, hansı ki onu sizə göstərə, yəni içdiyimiz, yəni göstərə də bilərəm. Bircə saniyə. Baxın, bura qoymuşam. Baxın, içdiyim Türk kofesi, yəni Türk kofesi çaşkasında. Bildiyiniz Türk kofesini mən digər bitkilərimə verirdim. Ancaq orxideyaya da yaxşı olacağını düşündüm, gübrə olacağını düşündüm. Hansı bitkilər Türk kofesini sevir, hansılar sevmir, bir gün onunla bağlı sizə video çəkərəm. Çünki hamısı sevmirmiş. Mən onu verəndə hiss elədim ki, yüngülcə bir soluqlanma getdi orkidələrimdə. Ancaq düşündüm ki, bəlkə də ondan deyil, çünki onsuz da çox canlı almamışdım da. Düşündüm, bəlkə çox canlı almamışam, torpağını dəyişdim, nə bilim, neynədim, bəlkə də ondandır. Çünki normalda Türk kofesi çox bitkiyə yaxşı təsir edir. Ancaq bir müddət sonra, yəni bu yaxınlarda, bunun bu körpə bala çubuğun üzərindəydi, bu da. Bunun kökləri yox idi, amma bunun kökləri var idi. İki dənə balaca kök çıxartmağa başlayırdı, canlı, topuş, qəşəng, çox gözəl bir kökləri var idi. Mən bunu bir daha digər bitkilərimi, çiçəklərimi, hansı ki kofeni sevirlər, onunla sulayanda yenə də orkidemi kofe ilə suladım. Gəldim, yatdım. Həmənki gün keçdi. Səhər durdum, baxanda gördüm ki, orkidemin bu körpə bala budağın üstündəydi. O qədər həyəcanlandım ki, bunu sizə çəkmədim də. Yəni gərək çəkəydim. Bu körpə balanın o çəkdi diqqətimi. O iki dənə çıxan, amma tam uzanmağını gözlürdüm ki, uzansın, keçirdim torpağa. Balaca və təzə kökləri, sanki suyunu çəkmisən, içindən sıxmısan, quruyub. Özümə gələ bilmədim, şoka düşdüm. Həmən dedim, mən bunu saxlaya bilmərəm. Kəsdim, bunu da ayırdım. Bunu bir-iki gün suda saxladım, amma indi suda deyil. İndi bu klonkanın arasına sarımsaq qoyub bağlamışam. Orkide görüm kökləndirəcəm. Mən bunun videonun davamında çəkəcəm. Əgər bu köklənsə, bunu sizə göstərəcəm. Bunun heç kökü yoxdur. Bunun o kökləri də hansı ki, iki dənə kökü var idi. Bu nədir bunun üzərində qabıq kimi. Buna çox toxunmağa qorxuram, çünki o köklər də qırıldı. Bu bir növ sadəcə havada bunu asılı kimi qoymuşam.
O köklər də qırıldı torpağa əkəndən sonra, onu da bugün gördüm. 2-3 gündür bastırmışam torpağa, dedim bəlkə canlanarlar. Bugün sulayandı, gördüm ki tərpənir, qaldırdım, gördüm ki köklər də qırılıb. Bunun amma belə çevirək də, bunun torpağın altında kökü var deyə, çox da sağlam değildi kökləri, görünmür. Kökü var deyə bu özünü saxladı, bəlkə də artıq o kökləri zədələnib deyə bilmərəm. Amma belə başa düşdüm ki, orxideya, yəni orkidelərimiz, gözümüz kimi bəslədiyimiz orkidelərimiz kofe gübrəsini sevmirlərmiş. Mən etdim, siz etməyin. Bu deneme yanılma oldu. Bəlkə də etmək istəyən insanlar var, düşünür ki, edim, etməyim, qətiyyən etməyin. Edib xeyir görənlər var mı bilmirəm, varsa yazarlar, fikirlərini bilərik. Mən bişmiş kofedən istifadə edirəm, çiğ yox, yəni içdiyim kofenin o telvesini bitkilərimə verirəm. Amma ki, bunu çox sevən bitkilər də var, sevməyənlər də var. Orkideye də gübrə olsun deyə, kökləri gelişsin deyə, inkişaf etsin deyə elədim. Amma sevmirmiş. İndi bu köksüz halda torpaqdadır. Bu köksüz halda bir neçə gün suda saxladım. Gördüm, suda saxladıqca baxın bu yarpağı artıq burada yaxşı görməyəcək. Baxın, çürümək istəyir, saralmaq istəyir. Bunu dünəndən kökünü bükdüm sarımsağa. Koydum bura. Bu da buradadır. Bu da köklü halda buradadır. Bunun üstündeki ağlar nədir desəniz, sarımsaqlı su düzəltmişdim. Onu da suyun içindən ona düşən sarımsaqlardı, amma heç bir ziyanı yoxdur. Çünki orkide sarımsağı zaten sevir. Amma kofeni sevmir. Bunlar belə qalsın. Köklənəcəkmi? Canlanacaqmı? Böyüyəcəkmi? Bunun sizinlə birlikdə açacağım, baxacağım. Necədir? Mən düşünürəm ki, bunu bir həftə 10 gün saxlayım. Baxım, soluxmağa getsə yarpaqları elə açıb torpağa bastıracağım. Yox, görsəm belə canlılığını qoruyur. Amma klyonkaya bükmüşəm. Orada nə qədər kök çıxsa da çox belə inkişaf edə bilməyəcək. Ona görə də biraz da olsa canlansa, mən bunu onsuz da torpağa əkəcəm. Bu isə kökləri çıxsa artıq, onsuz da biləcəm ki, yarpaqları canlılığını qoruyur, yeni yarpaq çıxmağa cəhd eləyir. Bunun da nəticəsini, bunun kökü var. Ona görə bundan çox solmağı gözləmirəm, bundan daha da böyüməyi gözləyirəm. Mən bu aralarda bunlara başqa qulluq da eləsəm, nə etsəm, sizə bildirəcəm. Orkideya, orxideya qətiyyən mənim kimi həvəslənib, ay gübrədir, ay canlanacaq, kofe verməyin, verməyin, verməyin. Mən etdim, siz etməyin. O kofeni verməsəydim mən, çünki ondan başqa heç nə verməmişdim və axşam, bugün elə bir ki, kofe ilə suladım. Gün axşam oldu, mən də yatdım, səhər duranda gözümü ilk çiçəklərimə baxıram deyə, gözümü ilk dəfə onun quruyan köklərin diqqətimi çəkdi. O qədər canlı, o qədər sulu köklər, o qədər şəffaf, o qədər sağlam köklər, balaca da olsa. Səhərə qədər qupquru qurumuşdu. O kökləri də atmamışım. O səhər bunu qaldıranda gördüm ki, onlar qopub artıq düşüb. Mən bunu əkəndə tam qopmamışdı. Dedim, bəlkə torpağın altında canlanar. Amma bugün gördüm, tərpənir, qaldırdım, gördüm, onlar da quruyub. Onlar da torpağın içine bastırdım. Dedim, bəlkə bir ümid onlardan da bir cücərti olar. İzləmədə qalın. Göstərəcəm videonun sonunu. Hardasa bir həftə, bugün ayın 3-üdür, 3 avqust. 13 avqust, 14 avqust, 15 avqust, hardasa bir 10 gün civarında keçsin. 10, 12, 13 avqust tarixlərində bir dənə də bunlardan video sizə hazırlayacağım. Teşekkür edirəm izlədiyiniz üçün. Sağ olun.